Belə bir mövzu var və o mövzu ətrafında mən bir neçə suallarla rastlaşdım. Eləcə də onun sualların əksəriyyəti bu belə deyək də anlayışları qarışdırmaqla bağlı idi. Nədir mövzu? Proses və proseslərin validasiya və verifikasiyası. Yəni prosesi özüm artırıram, çünki proseslərin verifikasiya və validasiyasını biz təyin etməyimiz üçün ilk öncə biz prosesləri bilməliyik. Yəni proses haqqında mənim bir videom bundan öncə var. Yəni axtarıb bunu kanalda tapa bilərsiniz. Orada proses haqqında mən ətraflı və detallı şəkildə məlumatlar vermişəm. Burada da bir giriş eləyəcəm xırda. Amma bizim əsas fokuslandığımız tərəf proseslərin validasiya və verifikasiyası olacaq ki, hansı ki potensial bir mövzudur və qarışdırıcı mövzudur. Yəni baxırsan ki, ilk səfərlərdə mən özüm də çox qarışdırmışam yəni bunları, amma təcrübə yolundan artıq praktik olaraq anlayırsan ki, hansı nədir və hansı nə işi icra edir, yəni məqsədləri nədən ibarətdir. Deməli, proses nədir? İlk öncə bunu danışaq. Əgər biz ümumiyyətlə proses fəaliyyətə bağlanan bir şeydir. Bunu ilk öncədən sizə deyim, fəaliyyətə bağlıdır. Əgər bir fəaliyyətin proses olduğunu anlamağımız üçün orada 3 dənə nüans var ki, biz ona diqqət yetirməyimiz lazımdır. Yəni proses bunsuz mümkün deyil. Nədir onlar? Girişdir, fəaliyyətdir və çıxışdır. Yəni bir fəaliyyətin prosesi olması üçün bunlara diqqət etməyimiz lazımdır. Girişə, çıxışa, fəaliyyətə və çıxışlara. Bunlar üçü varsa deməli bu fəaliyyət bir prosesdir yəni. Bir təşkilatda da təşkilatın strukturuna uyğun olaraq prosesləri ola bilər. Çoxluğun və azlığı, yəni kəmiyyətini mən sizə qeyd etmək istəyirəm. Ola bilər ki, proses var ki, onun tutaq ki 30 dənə, 40 dənə şöbəsi var. Bunun prosesləri daha çox olacaqdır. Yəni ola bilər ki, belə deyək də təşkilatın ölçüsündən asılı olan bir şeydir. Kiçik təşkilatlarda sənin 10 dənə prosesin ola bilər. Biz ilk öncə nə edirik? Praktikada, yəni fəaliyyətimiz zamanı proseslərimizi bəyan edirik. Yəni proseslərimizi arayırıq, axtarıb təsbit edirik və onları sənədləşdiririk, düzdürmü? Qeyd edirik. Hansı ki qeyd elədikdə biz nə edirik? Proseslərimizi sahiblendiririk. Proseslərimizi belə deyək də girişlərini, çıxışlarını və fəaliyyətlərini, oradakı o dönüşüm, yəni fəaliyyət dedikdə ortadakı olan o anlayışım, yəni dönüşüm deməkdir. Hansı ki giriş, dönüşür olur, çıxış, yəni bu məntiqini yadımıza saxlayalım. Bunları bəyan etdikdən sonra biz nə edirik? Proseslərimizin il ərzində artıq bizim özümüzə bağlı olan bir şeydir. Yəni biz onun validasiya və verifikasiyasını həyata keçirə bilərik. Adətən bu olur. Yeni proseslər təyin olunan zamanı, yəni təsbit olunan zamanı və periodik olaraq biz onları il ərzində 1-2 dəfə, yəni standartların tələbləridir ki, biz proseslərimizi keyfiyyət standartlarından söhbət gedir. Validasiya və verifikasiya eləyək. İndi gəlin baxaq görən bu anlayışlarla biz daha yaxından tanış olaq ki, görək bu bizə nə demək istəyir. İlk öncə mən proseslərin verifikasiyasından başlamaq istəyirəm. Baxın, bizim dildə bunların tərcüməsi doğrulama və təsdiq etmək deməkdir. Yəni verifikasiya, doğrulama, validasiya isə təsdiq edir bizə artıq. Yəni tutaq ki mən bir praktik case üzərinə yola çıxmaq istəyirəm. Pasteurizasiyasını götürək. Yəni süd məhsullarına və yaxud da çox yerlərdə biz bu pasteurizasiya prosesi ilə rastlaşırıq. Var yəni. Hansı ki biz südün üzərindən geçsək əgər, nə edirik burada? Biz çiğ südü, yəni girişimiz nədir? Çiğ süd girdi pasteurizatora. Orada 72, tutaq ki 75 dərəcə Celsius temperaturda 15-20 saniyə gözlədi. Yəni bu pasteurizasiya oldu və enində aşağı temperaturu. Çıxış nə oldu? Artıq bizim üçün təmiz içməli, garantili belə deyək də bir süd oldu. Hansı ki onu qablaşdırdıq, göndərdik hara? Satış nöqtələrinə. Yəni bizim çıxışımız hazır məhsulumuz oldu. Düzdürmü? Buradakı bu belə deyək də işlər, fəaliyyət oldu bir proses. İndi gəlin biz bunun ilk öncə verifikasiyasını yerinə yetirək. Verifikasiya dedikdə nə edirik? Gəlirik, verifikasiya ümumiyyətlə yerində olur, faktiki olaraq yəni. Yəni verifikasiyada biz onun belə deyək də arxa backgroundunu yox, yəni gördüyümüz tərəflərə fokuslanırıq. Getdik sahəyə tutaq ki, yəni iş olan yerə fizik olaraq və gözümüzdən vizual olaraq baxıb görürük ki, hə, doğrudan da tutaq ki temperatur göstəriciləri orada göstərir. Yəni 75-i görürük, 15-20 saniyəni görürük
və operator da periodik olaraq yarım saatdan tutaq ki 30 dəqiqədən bir bunu yoxlama qeydlərini aparmalıdır da bu göstəricilərin parametrlərini. Baxıb görür ki operator da qeydlərini aparıb hamısını. 30 dəqiqədən bir tutaq ki 75, 75, 73, 76 falan kimi qeydlərini aparıbdır. Dəqiqələr, saniyələr də önündən yazıb. Baxıb görür ki, hə, üst-üstə düşür. Sonra biz nə edirik? Bizim əlimizdə elektron termometr olur, hansı ki mütləq şəkildə, bax burada incə detallar var, onları mən sizə qeyd eləyəcəm. Bu elektron termometrinin kalibrovkasından biz əmin olmamız lazım. Yəni kalibrasiya olunubdur bu elektron termometr doğrudan da. Və onunla biz həmən o temperaturu yoxlayırıq. Görürük ki, doğrudan da biz pasterizatorla temperaturunu qarşılaşdırdıq. Gördük ki, hə, həqiqətən də üst-üstə düşür, yəni. Və biz prosesimizi burada verifikasiya etdik. Yəni pasterizasiya prosesini verifikasiya etdik ki, doğrudan da biz yoxladıq, hə. Yəni doğrulama apardıq da, prosesimiz doğru işləyir. Hansı ki göstəricilər orada göstərdiyi. Operator burada qeydlərini apardı. 1 saat yarım bundan öncə və yaxud da ki faktiki olaraq. Elektron termometrlə də yoxladıq, gördük ki, həqiqətən də 75 dərəcə faktiki monitorda görsənir və termometrdə də 75 dərəcə görsəndi. Yəni bütün bax bu prosesimiz bizim doğru icra olunur. Burada biz, baxın, verifikasiyada biz proseslərimizin icrası doğrudurmu onu yoxlayırıq. Prosesimizin icrası doğru, prosesimiz doğru icra olunurmu bunu yoxlayırıq. Baxın, verifikasiya qısa olaraq budur. Prosesimiz doğru icra olunurmu? Biz bunu getdik yoxladıq faktiki olaraq, hə, öz yerində. Gəlirik biz prosesin validasiyasına. Həmən o pasterizasiya prosesini biz validasiya edirik. Validasiya isə əsasən fokuslanır sübutlara, dəlillərə, işin elmi tərəflərinə, yəni belə deyim. Biz nə edirik? Biz verifikasiyadan sonra qərara gəlirik ki, bunu validasiya etməliyik də. Nə edirik? O partiyadan nümunələr götürürük, tutaq ki, belə deyək, fərqli tərəflərdən, yəni məhsulun nümunəsindən və 2-3, yəni 1 dollar, 2 dollar, indi bu sizin özünüzə bağlıdır. Akkreditasiya olmuş laboratoriyalara, baxın, əvvəldən nə qeyd edirəm, akkreditasiya olunmuş laboratoriyalara nümunə veririk. Həmən o məhsulun nümunəsini veririk. Ki bunlar bizə zəhmət olmasa, yəni pasterizasiya prosesinin məqsədi nədən ibarətdir? Oradakı patogen mikroorqanizmaları məhv etmək, yəni E. coli varsa E. colidir, nə bilim, listeriya varsa listeriyadır, salmonella varsa salmonella və s. Yəni. Bu kimi bakteriyaları məhv etməkdir. Ümumi mikroorqanizmaların sayını, hansı ki bizim limitimiz varsa, o limitin arasına, belə deyək də, arasına, intervalına yəni salmaqdır. Yəni minimala salmaqdır, düzdürmü? Biz onu bu məqsəddən göndərdik akkreditasiya olmuş laboratoriyalara. Akkreditasiya olmuş laboratoriyada da o cavab çıxır və bizə bildirir ki, doğrudan da sizin məhsulunuzun tərkibindəki o patogenlər məhv olubdur, yoxdur və yaxud da ki limit daxilindədir. Eləcə də bütün yəni orqanizmaların sayı, miqdarı limitlərin daxilindədir. Yəni sizin prosesiniz doğru icra olunur. Burada isə validasiya bağlıdır. Proses doğru qurulubmu? Proses doğrudur ümumiyyətlə. Prosesin özü doğru qurulubmu yəni? Baxın, verifikasiya fokuslanır prosesin doğru icra olunmasına. Yəni artıq prosesimiz var. Bunun icrasına, doğru icrasına. Validasiya isə fokuslanır bu proses doğru qurulubmu yəni? Doğru təyin olunubmu ümumiyyətlə? Yoxsa prosesdə nə isə dəyişək yəni? Ümumiyyətlə proses dəyişək. Əgər hər hansısa bir problem varsa. Yox, əgər problem yoxdursa, yəni sübut ortaya qoyuldu, laboratoriyanın cavabları çıxdı. Baxdıq, gördük ki, doğrudan da bizim bütün yəni bu prosesimizdən çıxan nəticə, yəni çıxış, hansı ki prosesin çıxışı bütün standartların, normativ yəni şərtlərin, sənədlərin cavablarına, tələblərinə uyğundur. Bu isə olur bizim nə? Prosesimizin validasiyası. Bu pasterizasiya olmaz, metal detektoru da ola bilər məsələn. Yaxud da ki, xam malın qəbulu girişi ola bilər. Və yaxud da hər hansı bir soba məsələn ola bilər. Və yaxud da hər hansı üyütmə ola bilər, ələq ola bilər yəni. Bütün bu proseslərimizin hər birisini bax bu formada biz verifikasiya və validasiyasını həyata keçirib. Yəni mən sizə bunu çox belə deyək də
dərinə getmədim. Yəni əsas sizə məlumatları verməyə çalışdım ki, sizdə bir təsəvvür yaransın ki, verifikasiya, validasiya nədir və onlar proseslərdə necə icra olunur. Və bunu bu şəkildə siz real olaraq, praktik olaraq öz işlərinizə tətbiq edərək öz proseslərinizi bəyan edib və onların validasiya və verifikasiyasını həyata keçirə bilərsiniz və onları sonda sənədləşdirə bilərsiniz. Ümid edirəm ki, məlumatlar maraqlı oldu və faydalı olacaqdır. Çox sağ olun, təşəkkür edirəm.